Salam. Ətraflı yazı tələb olunan tapşırıqlara baxaq. Bildiyiniz kimi mən eyni zamanda markerəm, yəni bu ətraflı yazıların qəbul imtahanında yoxlayacağam və çalışacağım ki, bunları sizə elə yazım ki, həm başa düşəsiniz, həm də o cür yazdıqda sizə bal verilsin. Burada deməli V00-dır, sükunət vəziyyətindən V00-dır. Santimetrimiz bilirik ki, 1 santimetr %1 metrdir. Ona görə də biz burada yəni 1 santimetrimiz %1 metrdir. Bunu nəzərə almalıyıq və onda A bərabərdir 4 santimetr bölək saniyə kvadratımız 0,4'ü mən bu şəkildə yazıram. Metr bölək saniyə kvadratıdır. Hesablamaya yazdım. T bərabərdir 5 dəqiqədir. Dəqiqəni saniyəyə çevirirəm. Onda T bərabərdir 5 vuraq 60 saniyə 300 saniyə edir. Və onda bizim sükunət vəziyyətindən olanda V bərabərdir AT-dir. %4 metr bölək saniyə kvadratını vururuq 300 saniyəyə. Və cavabda ixtisarlarımız gedir 12 metr bölək saniyə alınır. Yəni cavab 12 metr bölək saniyə. Və həlli tələb olunan məsələlərdə, istəyir situasiya, istəyir birinci qrup üçün həlli tələb olunan məsələlərdə şərt deyil ki, o məsələni belə deyim, uzun-uzadı yazasan. Orada konkret yolla gedib düzgün həll və düzgün cavab lazımdır. Düzdür, mən biraz qaçışıq yazdım yer məhdudiyyətinə görə. Bir də səliqəli yazmaq tələb olunur. Təcilin proyeksiyasını tapın, bunu törəmə almaqla gedə bilərik. Yəni AX bərabərdir VX-in törəməsi, 2T-nin törəməsi, üstə gələ 3-ün törəməsi ilə cavab 2-dir. Və deyir ki, zamandan asılılıq qrafikini qurun. Yəni bura kimi tapan şagirdə əgər qrafiki qurmasa 2 metr bölək saniyə kvadratı yazmaqla ola bilsin ki, ona tam bal verilmədi. Niyə görə? Çünki bu sadəcə tapıb. Həm tapmalısan, həm də qurmalısan. Burada 2-ni də göstərməlisən. Yer dəyişmənin verilmişdir. Sürətin proyeksiyasının zaman asılı qrafikini çəkin. Mən burada biz törəmə almalıyıq. Bir dəfə Vx bərabərdir Sx-in törəməsi, 2T-nin törəməsi 2-dir. Üstə gələk T kvadratının törəməsi. Vx bərabərdir 2T-nin törəməsi 2-dir, T kvadratının törəməsi 2T-dir. Və burada qrafiki çəkin. Vx-in T-dən asıllıq qrafikini çəkmək üçün birinci cədvəl çəkmək, yəni düstur. Bu bizim düsturumuzdur. Düstur. Sonra cədvəl çəkirik. Cədvəl. Bunu sözlə yazmaya ehtiyac yoxdur. T-yə qiymətlər verib Vx-i tapırıq. T-yə 0 qiyməti verəndə 2 dəfə 0, 0, 2-nin də üstünə gəldi 2. 1 qiyməti verəndə 2 dəfə 1-in, yəni bax T-yə 1 qiyməti vermişəm. T-nin yerinə 1 yazacağım. 2 vuraq. 2 üstə gələk 2 vuraq 1. Nə elədi? 3. T-yə 2 qiyməti verəndə 2 üstə gələk 2 vur. T-nin yerinə nə yazacağım? 2. 4, üstünə də 2 gələndə yox, bu 3 eləmir, bu 4 eləyir. Burada səhv elədik. 4, bunu düzəldək. 4, burada isə 6-dır. Yəni 2-dən başlayacaq. Zamana 1 qiyməti versək 4, 2 qiyməti versək isə 6 edəcək. Yəni düzgün qrafikimiz çəkildi. Və koordinatın ən böyük maksimal qiymətini tapırıq. Bilirik ki, ikisinin ən maksimal qiymətində ya da minimal qiymətində V 0 olur, V bərabər 0 olur təpə nöqtələrində. Onda X maksimal ilə tormoz yoludur. X maksimal bərabərdir S tormoza bərabərdir V 0 bıraq T bölək 2. 4 vur 3 bölək 2 bərabərdir 6. Cavab 6'dır. Cavab 6 metr. Cavab 6 metr. Yəni, bu qədər sadə yazsaq bizə bal verərlərmi? Verməlidirlər. Çünki biz orada riyazi bir qaydanı qeyd eləmişik ki, funksiyanın ekstrem nöqtəsində
törəmə 0-dır və sürət də koordinatının törəməsidir. Burada da deyir ki, koordinatın ən böyük qiymətini tapın. Yenə burada ən yuxarıda sürət 0-dır. X maksimal bərabərdir nəyə? S tormoza, bu isə modulda A x t kvadratı bölə 2. Yəni əslində a t kvadratı bölə 2-dir. A x yazsa modulda yazır. 6 bıraq t'miz t tormoz müddətidir. T tormozumuz 2'dir. 2'nin kvadratı 4 bölə 2. 12 metr bölə saniyə. Və təcilin proyeksiyasını tapın. Təcili törəmə almadan da tapmaq olar. Yəni x bərabərdir 2,0 üstə gələk v0 t üstə gələk at kvadratı bölə 2. Əslində yəni burada t kvadratın qarşısında yazılan ədəd a bölə 2'dir. Yəni bizdə a bölə 2'miz 2'dir. A'mız bərabərdir 4'ə. Yəni əgər törəmə almadan tapmaq istəyiriksə, onda t kvadratın qarşısındakı ədədi 2'yə vurmalıyıq. Bu hər zaman belədir. Amma törəmə alsaq bir dəfə v-ni tapırıq. Bu birinci yol, 7-ci üsul. Və asıllıq qrafikini çəkin. Asıllıq qrafikini çəkək. AX-in T'dən asıllığı cavab 4'dür. 7. İkinci üsulu burada demirəm. İkinci üsulda 2 dəfə törəmə alırıq. Bir dəfə törəmə alıb v-ni tapırıq. 3 üstə gələk 4'dir. İkinci dəfə törəmə alırıq, cavab eləyir 4. 7-ci sualda deyir ki, orta sürəti tapın. Burada v orta bərabərdir. V1 vur t1 üstə gələk v2 vur t2 bölək t1 plus t2 şəklindədir. Bərabərdir. V1'miz 10 metr bölək saniyə. Bunu axırda yaza bilərsiniz. Bıraq 4 saniyə. Yəni vahidləri axırda yaza bilərsiniz. 13 metr bölək saniyə. Bıraq 6 saniyə. Bölək 4 saniyə. Üstə gələk 6 saniyə. Bərabərdir. Yuxarıda deməli bu 40'dır. 40. 3 dəfə 18. O da 6'nın 8 yazaq. Bir yadda 3 dəfə deməli 6 bir də 7. 78 bölək 10. Yuxarıda metrdir. Aşağıda da saniyədir. Bu delədir 118 bölək 10 11,8 metr bölək saniyə. Yəni cavab 11,8 metr bölək saniyədir. Avtomobil yolun birinci yarısını 10, ikinci yarısını 15. Burada hazır düstur var. Yəni bu çıxarılmış bir düsturdur. Bunu çıxartmaya təkrar ehtiyac yoxdur. Artıq bu qəbul edilib ki 2v1 v2 bölək v1 plus v2. Burada da 2 vuraq 10 vuraq 15. 10 üstə gələk 15 bərabərdir. Yəni 300 bölək 25 12 metr bölək saniyə alınır. Və cavab da 12 metr bölək saniyədir. Yolun 3'dən biri 10, 3'dən biri 60, 3'dən biri 30. Bunun üçün hazır düstur bilirdik. V orta bərabərdir. 3, V1, V2, V3, V1, V2, V3 üstə gələk V1, V3 üstə gələk V1, V2. Yəni bu düsturla da gedə bilərik. Yaxud da yerinə ədədlər qoymaqla gedə bilərik. 3 vuraq, 10 vuraq, 60, hamısı kilometr bölək saatdır, bölək 30 və 10 vuraq 60, üstə gələk 10 vuraq 30, üstə gələk 60 vuraq 30. 100'ə ixtisar gedir, yuxarıdan və aşağıdan 100'ə ixtisar gedir. 100'ə ixtisar gedəndə yuxarıda 3 vuraq, 6 vuraq, yəni 2 sıfırları silmişəm. Buradan da 2 sıfırı mötərizə xaricini çıxarıb silmişəm. Mötərizə xaricini çıxarıb silmişəm. Vuraq 30, yəni 3 vuraq 10 kimi yazıram bunu. Aşağıda isə qalıb 6, üstə gələk 3, üstə gələk 18. 3, üstə gələk 18. 6'nın üstünə 3 gəlsək 9, 9'un üstünə 18 gəlsək 27 aşağıda eləyir. Və
6'nı 3 vur 2 kimi yazıram? 3 vur, 3 vur, 2 vur, 3 vur, 10. 27 ilə bunları çəkəndə cavab 20'dir. Bunun başqa yolu da var. Yəni bunun yerinə qiymət qoyursunuz. Onu da deyəcəm, maraqlı gəlsə özünüz yaza bilərsiniz. Deməli, bütün yolu ilə yolun 3də 1'dir. Bütün yolun 3də 1'ini elə də götürürəm ki 10, 60, 30'un əkəb olsun. Mən bütün yolu götürmüşdüm 60. Bütün yolu götürmüşdüm 180. 3'dən 1'ini 60 götürmüşdüm. Yəni birinci zamanımız 60'ı bölüləm 10'a 6 eləyir. İkinci zamanımız 60'ı bölüləm 6'ya 60'a 1 eləyir. Üçüncü zamanımız 60'ı bölüləm 30'a eləyir nə? 2. Deməli 6, 1, 2. Cəmi 9 saat vaxt sərf eləyir. Ümumi yolda 180 kilometre götürmüşdüm şərt olaraq. Çünki 3 dənə 60, 180'dir. 180'i bölüləm 9'a 20'ni tapıram. Yəni qiymət verməklə də həll etmək olar. 2 maddi nöqtənin hərəkətə başlayandan 2 saniyə sonra ikincinin birinciyə nəzərin sürəti. Burada yenə törəmə alaq. V1 bərabərdir x1'in törəməsi 2. V2 bərabərdir 8'dir. Və 2 saniyə sonra elə bu 2 qalacaq. T'yə 2 desək. Çünki yuxarıdakında birincidə T yoxdur. 8 vur 2 16'dır. Onda ikincinin birinciyə nəzərin sürəti 16 çıx 2 bərabərdir 14. Cavab 14'dür. Mənfi yox idi. Mənfi olanda mənfini çıxmaq, toplamaq deməkdir. Burada orta sürət tapmaq üçün ümum fiqurun sayısı gedilən yoldur. Bu trapesiyadır. Aşağı oturacaq 6, yuxarı oturacaq 3'dür. V orta bərabərdir 6 üstə. Deməli birinci yer dəyişməni tapaq. S bərabərdir 6 üstə gələk 3 bölə 2 vuraq. Hündürlükdə 10'dur. Haşımız 10'dur. 20'dir 20. Vuraq 20. 2'yə xüsə 7 90'dır. Yer dəyişməmiz 90'dır. V orta bərabərdir S bölünsün T. 90'ı bölsək 6'ya 15 metr bölək saniyədir. Dayandığındakı koordinatını tapaq. Dayanmaq sürətin 0 olmalıdır. Ona görə birinci törəmə almaqla koordinatı tapaq. T kvadratının törəməsi çıxaq 6T'nin törəməsi. İşte gələk 12'nin törəməsi. 12'nin törəməsi. T kvadratının törəməsi bilirik 2T'dir. Çıxaq 6T'nin törəməsi 6'dır. 12'nin törəməsi 0'dır. Və dayandığında demək üçün dayananda sürət 0 olur. Yəni Vx 0 olur. 2T çıxaq 6 bərabərdir 0'a. 2T bərabərdir 6'ya. T bərabərdir 3'ə. 3 saniyə sonra neyinibdir? Dayanıbdır. İndi dayandığındakı koordinat tapın. Yəni bu zamanın yerinə gətirib. Burada bərabərdir. Bunu yenidən yazmaq lazımdır. Biz üstündə yazırıq. T'nin yerinə 3 qoyuruq. Yəni T kvadratı 3'ün kvadratı. Çıxaq 6 vuraq 3. Üstə gələk 12. Bərabərdir. 3'ün kvadratı 9 eləyir. 9 çıx 18 mənfi 9'dur. Üstünə də 12 gəldik. Deməli bizdə cavab 3 alındı. Cavab 3 metr. Yəni deməli nə etdik? Birinci dayandığındakı koordinat tapmaq üçün birinci adımda törəmə alıb koordinat tənliyindən sürət tənliyini tapdım. Sürəti 0'a bərabərləşdirib dayanma müddətini tapdım. Yəni məndən dayanma müddətini də soruşa bilərdi 3. Amma mən onu cavab kimi götürmədim. Çünki deyir dayandığında koordinatını hesablayın gətirib yerinə qoyduq və 3'ü tapdıq. Və burada indi dayanma müddəti 3'ü tapıbsaydınız, dayanmış olsaydınız, bu həlli tələb olunmayan məsələ olsaydı, cavab 3'ü kodlaşdırsanız düz olurdu. Amma həlli tələb olunan məsələdə isə burada buna yarım bağlı veriləcəkdir. Dayandığındakı koordinatını tapın, yenə törəmə alaq. Vx bərabərdir 10 mənfi 10'un törəməsi 0'dır, 8T'nin törəməsi 8'dir. Çıxar 2T. Dayananda bu 0 olur, 8 çıxar 2T bərabərdir 0. 8 bərabərdir 2T'yə. Burada T tormoz müddəti, yəni dayanma müddəti 8 bölü 2 4'dür. Gətirək T'nin yerinə 4 qoyaq. Mənfi 10 üstə gələk 8 vur 4. Çıxaq 4'ün kvadratı.
Mənfi 10 üstə gələk 32 çıxaq 16. Deməli, mənfi 10 üstünə 32 gəldik. Elədi mənfi 22. 22-dən də çıxdıq. Müsbət 22, 22-dən də 16-nı çıxdıq. Eləcə 6 qaldı. Cavab 6 metr. 14-cü sualda bu cismin yer dəyişməsinin proyeksiyon zamanı asıllıq qrafikini çəkin. Bilirik ki, OX oxunun əksinə yeyinləşəndir. OX oxunun əksinə yeyinləşəndir. Burada yer dəyişmədir. Yəni, koordinatdan yer dəyişmə eyni olacaq və OX oxunun əksinə yeyinləşən hərəkətdə bu formada olacaq. 4-cü saniyənin sonunda tapın başlanğıc sürəti 0-dır. Burada 4-cü saniyədə gedilən yol S 64'tür, T'də 4'tür. Başlanğıc sürəti 0 olduğuna görə, yəni V0 0'dır. S bərabərdir VT bölək 2 düsturundan tapsaq, V bərabərdir 2S bölək T. 2 vuraq 64 bölək 4. 64 4'ə bölsək 16, 2 dəfə 16'nın 32. Cavab 32'dir. 9 saniyə ərzində cismin yer dəyişməsinin proyeksiyasının hesablayın. Proyeksiyasının modulunu hesablayın. Modulundur və SX yer dəyişməsinin proyeksiyasının zamanı asıllıq qrafikini çəkir. Biraz çətin sualdır. Bax, bu üçbucağın sahəsi X ox istiqamətində gedib. 6 vur 3 bölü 2, 18 bölü 2, 9 metrdir. Bu üçbucağın sahəsi isə mənfidir. Mənfi 6 bunun bu tərəfidir. 3-dən 9-a kimi də 6'dır. Buna S1x deyək. S2x'imiz də 3-dən 9-a kimi 6'dır. Bu da mənfi 6'dır hündürlüyü. 2də 1 AH-dan gedə bilərik. Yəni mənfi 3, mənfi 6 vuraq. 6 bölü 2, mənfi 18. Bu 9 metr X ox istiqamətində 18 metr X oxun əksinə gedib. Bunun yer dəyişməsinin proyeksiyası 9 üstə gələk mənfi 18 bərabərdir. Mənfi 9 metrdir. Yəni SX-imiz mənfi 9 metrdir. Amma deyək ki, proyeksiyasının modulunu deyir hesablayın. Modulu mənfi 9 metr, elə çıxacaq 9 metr. Və yer dəyişmənin zamanı asıllıq qrafikini çəkin. Bu biraz çox çətin ola bilər. Bunun müsbət tərəfi də var. Qəbul imtahanında bunu hər şagird yaxşı bacarmır. Birinci X ox istiqamətində yavaşlayır. 3 saniyədə göstərməliyik. Sonraki 6 saniyəyə qədər X oxun əksinə yeyinləşir. 6-dan 9-a kimi isə X oxun əksinə yavaşlayır. Bunun birinci X ox istiqamətində yerinləşdiyi, yavaşlığı məsafə 9 metr idi. Sonra isə mənfi 9-a gəlmiş olur. Yerə nəzərən sürətləri uyğun olaraq 3V və V olan iki cisim eyni istiqamətdə bərabər sürətlər hərəkət hər iki cismin sürəti 2 dəfə artarsa, birincinin ikinciyə nəzərən sürətləri necə dəyişər? Birincinin cismin ikinciyə nəzərən sürəti necə dəyişər? Deməli, 2 dəfə artarsa 2 dəfə artar. Bunu demişdik. Niyə görə? Burada isə qiymət verib. V1-in 2-yə nəzərən 3V çıxaq V bərabər 2V idi. İndi hər biri 2 dəfə artarsa, yəni V1 olar 3V vuraq 2, 6V, V2 olar V vuraq 2 bərabərdir 6V və 6V yox, V vuraq 2, 2V, 2V, V1-in 2-yə nəzərən 6V çıxar. 2V bərabər nə? 4V olar. 4V 2V'dən heç dəfə çoxdur. Necə dəyişər? Deməli, bunu əsaslandırırıq ki, 2 dəfə artar. Cavab 2 dəfə artar. Yəni, əsaslandırırıq ki, 4V-ni bölürük 2V-yə bərabərdir 2. 18-ci sualda bu cismin sürətinin proyeksiya zamanı asıllıq qrafikini çəkin. Bu birinci OX ox istiqamətində yavaşlayandır.
OX sox istiqamətində yavaşlayandır. T1 müddətində, T1 T2 müddətində sükunətdədir. T2 T3 müddətində OX soxun əksinə yeyinləşəndir, düzdürmü? 19-cu sualda təzinin proyeksiya zamanı asıllıq qrafikini çəkin. Burada 3 dənə qrafik var. Qrafik 3 hissədən ibarətdir. Üçündə də bucaq əmsalı müsbətdir, yəni üçündə də təzin müsbət olacaq və bu bucağa görə müəyyənləşdiririk. Və bucaq aşağı əyilirsə təzil kiçilir. Yəni birinci sürətlə artırdı, sonra biraz yavaş-yavaş artır, üçüncüdə isə lap yavaş artır. Yəni müəyyən T1-də A1 idisə, sonraki T1-dən T2-yə bir A2 idisə, T2-dən T3-ə bir A3-dürsə, düzdürmü? Sürət zaman keçdikcə azalır, təcil azalır. Təcil azalır. Yəni bu hər bir hissə 3 dənə bərabər yeyinləşən hərəkət var. Amma hər sonraki bərabər yeyinləşən təcili əvvəlkindən kiçikdir. 20-ci sualda isə hərəkət təcilini tapın. Biz burada S-i tapa bilərik. 15 çıxaq 5 bərabərdir 10 metr. Həmən müddət T-də 10 saniyədir. S bərabərdir AT kvadratı bölə 2. A bərabərdir 2S bölə T kvadratı. 2 vuraq S-imiz 10'dur. Bölə T'miz 100'dür. T'miz 10'dur, kvadratı 100'dür. Bu da cavab 0,2 metr bölə saniyə kvadratı. Yəni sonda da olsa vahidi göstərmək lazımdır. Hərəkət təcilini tapın. Eyni məsələ yoxşuyur. 5-dən 15-ə gəlib və burada 5-dən 25-ə gəlibdir. Burada bizim yer dəyişməmiz SX-imiz bərabərdir 25 çıxaq 5 bərabərdir 20 metr. Həmən sərf olunan T 10 saniyə. Artıq düsturu S bərabərdir AT kvadratı bölə 2-dən almışıq ki A bərabərdir 2S bölə T kvadratı. 2 vuraq 20 bölə T'miz də 10'dur. 10'un kvadratı bərabərdir 2 vuraq 20 bölə 100. 10'da 4 0,4 metr bölə saniyə kvadratı 0,4. Bütün yolun üstə ikisi. Bu da zaman deyil, yoldur. Yəni ümumi yola bir 3'ə bölünən ədəddə deyə bilərəm. Məsələn, mən belə olanda ümumi yola 3'ə bölünən bir ədəd götürürəm. Amma düsturla da gedə bilərəm. Yəni S1 bərabərdir 1 götürsəm, S ümumi yolu 1 götürsəm, S ümumi bərabərdir 1. Onda S1 olur 3'də 2. S2 olur qalan hissə 3'də 1. Və burada V orta bərabərdir. S1 üstə gələk S2 bölək. S1 bölək V1. Bu T1 deməkdir. S2 bölək V2 də T2 deməkdir. Yəni bu 1'dir. 3'də 2'ni bölürük birinci sürətə 4 metr bölək saniyəyə. Üstə gələk 3'dən 1'i bölürük ikinci sürətə 6 metr bölək saniyəyə. İndi isə bizim sürətimizdə 1'dir, məxrəcimizdə isə 12'də 2 ilə 18'də 1'in cəmidir. Bunların əkobunu götürə bilərəm 36, 36'nı 2'yə bölsəm 3, 3 dəfə 2'nin 6, 18'ə 36'nı 18'ə bölsəm 2. Yuxarıda da 1 idi. Burada elədi 36 bölək 8, 36'nı 8'ə bölsək 4,5, 4,5 çıxdı. Yəni orta sürət 4,5 çıxdı. Niyə 5 çıxmadı? Çünki yolun daha çox hissəsini 4 metr bölək saniyə ilə getmişdi. Bu birinci üsulumuzdur, birinci üsul.
Həm hesablama səhvinə yol verdim, vermədim onu bilmək üçün, həm də ikinci üsulu sizə izah eləmək üçün bir ədəd seçirəm. İkinci üsulu izah eləmək üçün. Artıq biz cavabı almışdıq, 4/5. Məsələnin cavabını tapmışıq. İndi ikinci üsulu yazırıq bura. S-i 3 götürsəm yaxşı olar. Ancaq həm 4-ə, həm 6-ya bölünən 4 və 6-nın əkobu neçə eləyir? 12. Əkob 4, 6 bərabər 12. Həm də 12. 3'ə vuracağım. Çünki 3'də 1, 3'də 2'dir. 3 vur 12 bərabər 36 metr götürdüm. Ümumi yolu. İndi bunun niyəsi var deyəcəm. 36'nın 3'də 2'si S1 bərabərdir. 3'də 2 vur 36, 24 metr. S2 də bərabər 3'də 1 vur 36, 12 metr. Bu 24 metrdir. 24 metr. Və burada V orta bərabərdir. V1 S1 plus S2'miz, ümumi yolumuz 36'dır. T1'imiz S1 belə yazaq, qoy düstur yazaq. S1 plus S2 ümumi yolumuzdur. S1 bölü V1'dən T1'imizdir. S2 bölü V2 T2'mizdir. Bu 36'dır. Şərt olaraq qiyməti özümüzdən vermişik. Belə bir ixtiyarımız çatır. Yəni olarsa sözü yazırıq, əgər imtihanda elədirsə. 24 bölək 6 üstə gələk, 24 bölək 4 üstə gələk, qalan yol 12 bölək 6 və 36 bölək 24 4'ə bölsək 6'dır, 12'ni 6'ya bölsək 2'dir. Yenə 36 bölək 8 alındı. 4/5 metr bölək saniyə edir. Yəni cavab 4/5 metr bölək saniyə. Metr yerinə qiymət qoymaqla yoxlamağın əhəmiyyəti nədir? Ən azından mexaniki səhv edib etmədiyimi öyrənmiş oluram. 23-cü sualda çayın axın sürətini üzgüçülərin sahilə nəzərən çatdıqları nöqtələr arasında məsafə neçə metrdir? Burada bölgülər arası məsafə 0.2'dir. 2 üzgüçü eni 40 metrdir çayın. Bunların bax sürətləri budur. V üzgüçü 1, Y bərabərdir. V üzgüçü 2, Y bərabərdir 2 dama. Bu da 2 vuraq 0.2 çünki hər bölgü 0.2'dir. Bərabərdir 0.4 metr bölək saniyə. Bunların çayı keçmə müddətləri, çayın eni 40 metrdir. Yəni buradan buraya kimi L çay 40 metrdir. Onda T bərabərdir L çay bölək V üzgüçülərin x-inə, y-inə eynidir. 40'ı bölürəm 0.4'ə, 400'ü bölürəm 4'ə bərabər 100 metr bölək saniyə. Yəni 100 metr bölək 100 saniyə. Bunlar 100 saniyədə ötüb keçiblər çayı və aralarında sürət fərqi V2x çıxaq V1x bərabərdir 1 damada, o da 0.2 metr bölək saniyə edir. Yəni çünki hər dama 0.2'dir. Onda x oxunda yer dəyişməsi V2 çıx V1x-i V2x çıx V1x-i vururuq T'yə. T'miz də 100 saniyədir. Yəni 0.2'ni metr bölək saniyəni, çünki bir dama idi. Bir dama da 0.2 metr bölək saniyədir. 100 saniyəyə çalınır 20 metr. Yəni cavab bu da 20 metr çıxır. İndi biraz çətin məsələdir. Cismin başlanğıc sürətini hesablayın. Bu başlanğıc sürəti var bunun. S bərabərdir V0 T üstə gələk AT ekvatı bölək 2. Ona görə də S-in 2 qiymətini götürək və T-nin də 2 qiymətini götürək. Yəni S-ə 2 desək
T'ye de 1 deməliyik. Onda 2 bərabərdir. Bu s'in ikisidir. Bu da a'nı da bilmirik axı. V0 vuraq 1. Üstə gələk a vur 1'in kvadratı bölə 2. A vur 1'in kvadratı bölə 2. 6 bərabərdir. Yəni s'imiz 6 olanda V0 vur 2. Üstə gələk a vur 2'nin kvadratı bölə 2. İndi V0 1'ə vursaq V0'dır. Bu da a'nı 2'yə bölsək, bu ixtisar gedir. 1'in kvadratı ilə 1'dir. A bölü 2 qalır. Mən bunun yuxarıdakı tənliyin hər tərəfini 2'yə vururam. Bu a bölü 2'dən canımı qurtarmaq üçün. Yəni bax bunu yerin məhdud olduğuna görə təkrar yazmıram. Bax bunun hər tərəfini 2'yə vururam. Vuraq 2, vuraq 2, vuraq 2. Yəni bu a bölü 2'dən canımı qurtarmaq üçün. Onda 4 bərabərdir. V0, 2V0. Üstə gələk a'ya. Burada isə 2'yə vurmuram. Çünki burada elə bir kəsir yoxdur. 2'nin kvadratı 4 idi. 4 də 2'yə bölsək qalacaq 2. Onda 6 bərabərdir. 2V0. Üstə gələk 2a'ya. Mən bunları tərəf-tərəfə çıxsam, aşağıdakından yuxarıdakini çıxıram. Altdan 4'ü çıxsam 2. 2V0'dan V0 çıxıram. Qalır 0. 2a'dan çıxıram. Qalır a. Mən burada nə almış oldum? A bərabərdir 2 almış oldum. A bərabərdir 2. A'nın 2 olduğunu alandan sonra A'nın 2 olduğunu olandan sonra nə edirəm? Gətirib bura 2 olduğunu bilirəm. İstənilən tənlikdə yerinə qoyuram. 4 bərabərdir 2V0. Üstə gələk 2. 2V0 bərabərdir. 4'dən 2 çıxsam 2. V0 də 1'dir. Bu cavab 1 metr bölə saniyədir. Bu köhnə testdə düşmüşdü. Orada səhvlik vardı. Burada isə düzəldir o səhvi. 1 metr bölə saniyə. Bunun arxası 25-ci testdən davam edək. Deməli, bu sükunət vəziyyəti o deməkdir ki, başlanğıc sürəti 0'dır. V0 bərabərdir 0. Təcilin proyeksiyası verilib. Yəni, əvvəl 4 saniyədə olub 2, sonraki 4 saniyədə. Birinci də 4 saniyədir. 4'dən 8'ə kimi də 4 saniyədir. Təcil olubdur -2. Və 4 saniyə zaman müddətində yer dəyişməni tapın. Qravik çəkim. Bu cismin sürətin proyeksiyon zamanı asılı qrafikini çəkin və bu qrafikdən istifadə et 4 saniyədir. Yəni, bura kimi yer dəyişməni tapın. Mən birinci qrafiki çəkməliyik. Bəzən bu məsələlər, məsələn, bu tipdə bir məsələ düşür, variantlı suallarda. Qrafiki qurub oradan yer dəyişməni tapa daha uyğun olduqda, bəzi şagirdlərə belə düşüncə olur ki, mən bu qrafiki niyə qururuq? Yəni, çətindir, başa düşmək olmur. Amma gördüyünüz kimi, həlli tələb olunan məsələdə birinci qrafikin qurulmasını soruşur. Ona görə yəni biz bilirik ki, V bərabərdir V0 üstə gələk AT-dən istifadə etməliyik. V bərabərdir V0 üstə gələk AT. Yəni bəsitliyə qaçmaq lazım deyil. İstəyir həlli tələb olunan məsələ, istəyir həlli tələb olunmayan məsələ. Bunu tam yazmaq lazımdır ki, həlli tələb olunan məsələlərdə siz rahat olasınız. Əvvəlcə sürət V0'miz 0 olduğuna görə V1 bərabərdir AT1, A delta T1. Yəni 2 vur 4, 8'ə kimi artır. Artıq burada 8 başlanğıc sürətdir. V2 bərabərdir 8 çıxaq 2 vur, yəni 8 çıxaq -2 yox, 8 çıxaq 2 vur. 8'dən 4'ü çıxıram, yenə 4. Bərabərdir 0. Yəni burada sürət V 0'dan başlayır. İlk 4 saniyədə 8'ə kimi artır. 8'ə hərdən aldıq, 2'ni 4'ə vurduq, 8. Sonra 8'dən 4 çıxanda, yəni 4'dür. -2'ni 4'ə vuranda -8'dir. 8'in də üstünə -8 gələndə düşür 0'ə. Yəni son sürət 8 sayından sonra 0 olur. Bizdən isə bütün yolu soruşma, bütün yolu soruşsaydı biz ümumi üst-büzən sayısını hesablayacaqdıq. Bizdən yalnız İlk 4 saniyədəki yolu soruşur, yer dəyişməni soruşur.
İlk 4 saniyədə yer dəyişmə belə bir düzbucaqlı üçbucağın sahəsidir. Bunun aşağı oturacağı 4'dür. Yəni katetin biri 4'dür. Digər katet isə 8'dir. S bərabərdir AB bölü 2'yə görə 8 vur 4 bölü 2 16'dır. Yəni bunun burada yer dəyişməsi 16. Qrafik budur. Cavab isə 16'dır. Gördüyümüz kimi məsələdə ən azı 2 hissə var. Yəni biz bu məsələdən tam bal almaq üçün həm qrafiki çəkməliyik, həm də ki ilk 4 saniyədəki yer dəyişməni tapmalıyıq. Amma səhv oxusaq ya da şərtə fikir verməsəydik 8 saniyədəki yer dəyişməni tapsaq cavab səhv idi. Bir də şagirdlər fikir verdiyiniz kimi mən məsələni oxuyarkən hamısını oxumuram. Niyə oxumuram? Çünki vaxt çox gedəcək. Əslində oxumalıyam ha. Amma yəni vaxt çox gedəcək və nə edirəm? Məsələdən ölçü götürdüm. Bax, bir axtardım, T'ni tapdım. Fikir verirsiniz. Yəni buradan mən istifadə etməklə. Çünki sükunət vəziyyətindən x oxu boyunca hərəkətdən başlayan cismin təcilinin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. Bunu niyə oxumadım? Əslində bunu da oxumaq lazımdır. Zaten bu qrafiki ifadə edir. Amma bu cismin sürətin proyeksiyasının zamanla asılı qrafikini çəkin. Yəni mən diqqətlədiyim hissə budur. Bəzən şagirdlərdə nə olur? Şərti oxuyub başa düşmədiklərindən görə məsələni yaza bilmirlər. 26-cı suala baxaq. Cisim 0T1 müddətində x oxu istiqamətində bərabər sürətli, T1, T2 müddətində x oxu istiqamətində yavaşlayan, T2, T3 müddətində x oxunun əks istiqamətində eyni təcillə bərabər yerinləşən hərəkət edir. Bu cismin sürətin proyeksiya zamanı asılı qrafikini çəkin. Deməli, bu məsələ bizə rast gəlib belə tipli bir qrafik. (26) 0 T1, T1 T2, T2 T3. Bu bizim Vx'imiz olsun. Burada T'miz olsun. 0'dan T1'e, T1'den T2'ye, T2'den T3'e. Yani zaman 3 tane hissəyə böldük. 0 T1 OX oxu istiqamətində bərabər sürətli. Əvvəlcə OX oxu istiqamətində bərabər sürətli. Yəni burada sürət sabitdir. T1 T2 müddətində X oxu istiqamətində yavaşlayan. Sürət müsbətdir, amma azalır. Sonra isə eyni təcillə əks tərəfə yeyinləşən. Burada xətt qırılmamalıdır. Bizdə bir balaca qırılma oldu. Bir də ki, bu məsafə bərabər olmalıdır. İmtahanda çox vaxtı bunları bizə verir özü. Yəni üzərində T1'i, T2'ni, T3'ü, yəni grafikdəki lazım olan kəmiyyətləri, parametrləri bizə verilir. Bax, belədir. 0'dan T1'e bərabər sürətli, sonra yavaşıdı və nəhayət yeyinləşdi. Bu cismin sürətin proyeksiya zamanı asılı qrafikini çəkdik. İzahını yazmaqla çəkin. Yəni burada izahını necə yaza bilərik? İzahı yazmaq belədir ki, 0 T1 Vx böyükdür 0 zaman oxuna paralel xətt, zaman oxuna paralel, yəni V konstant olduğuna görə. Sonra müsbət qiymətlər azalır və nəhayət mənfi qiymətlər artır. Amma burada görükür də, bu grafikdə bu izah görükür. Biraz izahı burada yazmaqda artıqdır mənim fikrimcə. Və bu grafikin ola bilər müəyyən bir hissəsini çəkənə yarım bal verərlər, az bal verərlər, ola bilsin. Keçək 27-ci suala.
2 metr bölək başlanğıc sürətlə düz xətlə bərabər yeniləşən hərəkət edən cismin sürəti 6 metr bölək saniyəyə qədər artdıqda 8 metr yer dəyişməkdir. Bu cismin sürətinin həmin başlanğıc sürətdən 10 metr bölək saniyəyə qədər artdıqda nə qədər yer dəyişmə? Burada gördüyümüz kimi təcil yoxdur, dəyərli şagirdlər. Yəni, məsələni oxuyan kimi mən bildim nə demək istəyir. Bu bizim V0'mizdir, bu bizim V'mizdir, S1'imizdir. Buna deyək S1, bu da olsun V1. Deyək ki, həmin başlanğıc sürətlə, bu da olsun V2'yə çatanda artdığı zaman müddətində nə qədər yer dəyişmə icra edər? Deyək ki, həmin başlanğıc sürətlə yenə V0 2 olsa, yəni buna 2 dəfə ayrı-ayrılıqda baxmalıyıq. Burada söhbət nədən gedir? S bərabərdir V kvadratı çıxaq V0 kvadratı bölə 2A'dan biz S2'ni tapmaq üçün A'nı bilməliyik birinci. A bərabərdir. Deyək ki, buna V1 kvadratı çıxaq V0 kvadratı bölə 2 S1. Birinci 6 idi. Sürətimiz 6'ya çatanda 36 çıxaq 2'nin kvadratı 4. Yəni 6'ın kvadratı 36 idi. 2'nin kvadratı 4 idi. 2 vuraq 8. 36'dan 4 çıxanda 32'dir. 2 vur 8, 16'dır. İxtisarında 2 qaldı. Deməli, bizim təcilimiz A bərabərdir 2'dir. A'nın 2 olduğunu tapandan sonra deməli, ikinci nə qədər yer dəyişməliyər? V2 kvadratı çıxaq V0 kvadratı bölə 2A. Artıq biz bilirik ki, sürət 10'a qədər çatsa, 10'un kvadratı 100 çıxaq 2'nin kvadratı 4. 2 vur 2. 96 böl 4. 96 böl 4. Bu da 24 edir. Yəni cavab 24. 24. Lövhəni pozuruq. Hər kəs gördü. Keçək növbəti 28-ci suala. X oxucu hərəkətdən cismin sürətinin zaman asılı tənliyi 6-2T'dir. Müşahidə başlayan ilk 5 saniyə müddətdən cisim nə qədər yol gedər? Burada yəni rahat olaraq keçək. V0 bərabərdir 6'dır. Tək olan V0'dır. A2'simiz -2'dir. S2 V0x T çıxaq AX T kvadratı bölə 2'dir. Əslində bu da üstəgələk olmalıdır ki, o mənfini yazanda çıxaq olsun. S2'miz bərabərdir 6T çıxaq 2T kvadratı bölə 2. 2'lər ixtisar gedəndən sonra 6 çıx T kvadratı qalır. 6T çıxaq T kvadratı qalır. T'miz 5 saniyədir. 6 vur 5 çıxaq 5'in kvadratı. 30 çıx 25 bərabərdir 5. Yəni cavab 5'dir. Burada deyil nə qədər yol gedər? Deməli, burada biz yer dəyişməni tapdıq. Yer dəyişmə 5'dir. Amma yolu bu qayda ilə tapa bilmərik. Bu yer dəyişmədir. Yer dəyişmə. Burada biz bunu yenidən həll etməli olacağıq. Niyə? Niyəsini deyəcəm sizə. Bu yer dəyişmədir. İndi lövhəni pozaq. Bu səhvdir, yəni yol deyil. Yalnız istiqamətin dəyişmədikdə yol yer dəyişməyə bərabər olur. Bizdən isə yolu soruşur. Deməli, bu hərəkət istiqamətini dəyişib. Burada nə bildik? Deməli, 6 çıxaq 2T bərabərdir 0. 6 bərabərdir 2T tormoz. T tormoz bərabərdir 3'ə. Bu 3 saniyədən sonra sürət 0 olur və istiqamətini dəyişir. Ona görə də burada V'nin T'dən asıllıq qrafikini çəksək. V'nin T'dən asıllıq qrafikini çəksək. Müəyyən V0'dan başladı. Müəyyən V0'dan başladı 6'dan. 3 saniyədən sonra sürət 0'a düşdü. 5 saniyədən sonra burada 2 saniyə vaxt qalıb. A'mız -2'dir. Yəni 5 çıx 3 bərabərdir 2. V bərabərdir A delta T'dir. Çünki 3 saniyədə sürət 0 idi. Ya da gətirib yerinə 5 qoysaq, yəni zamanın yerinə 0 qoysaq 6'dır.
3'ü bayaq tapmışdıq. 3 qoysaq 3 dəfə 2'nin 6, 6'dan 6 çıxsaq 0'dır. Zaman yerinə 5 qoysaq 6 çıx 2 vur 5 bərabərdir. 6'dan 10 çıxanda -4. Yəni sürətin proyeksiyası -4'ə düşdü. İndi burada gedilən yol bax 2 dənə üçbucağın sahələri cəmidir. Y dəyişmədə bu sahələri çıxırıq, birbaşa düsturdan gedə bilərik. Bu üçbucaq 6 vur 3 böl 2 9'dur. Bu üçbucaq bir tərəfi 2, bir tərəfi -4'dür. 2 vur -4 böl 2. Bu da -4'dür. Yolda bunların modulları cəm lazımdır. Yer dəyişmədə 5 almışdıq. Fikir ver 9'dan çıxmışdıq. 9'un üstüne gəlmişdik. -4'ü almışdıq 5. Yolda isə L bərabər 9'un modulu üstə gələk -4'ün modulu bərabər 13. Yolumuz 13 metrdir. Yer dəyişməmiz isə nədir? 0. Yolumuz 13'dür. Yer dəyişməmiz isə 5 idi. 0 değildi. 5 idi. Ama yolumuz 13'dür. Bizdən isə yolu soruşurdu. Cavab 13'dür. Yəni burada cavab 13 metr. Lövhəni pozaq. Biraz bu həlli tələb olunan məsələlər diqqət tələb edir. 29-cu sual. 5 saniyə müddətində bərabər sürətlə gedir. Onun sürətinin modulunu tapın. Deməli uşaqlar, həmişə birinci yazılanlar x-dir. Bax, A-nın x0'ı, yəni başlanğıc -2'dir. Sonu da 6'dır. Onda yer dəyişmənin x9 proyeksiyası x0, yəni -6'dan sondan çıxıran başlanğıcı -2'ni 8'dir. Birinci y-dir, ikincilər y-lərdir. Bu başlanğıca y0 deyək, sonra da y deyək. SY bərabərdir y çıx y0 1 çıx -5, bu da 6'dır. Oradan deyək ki, sürətinin modulunu tapın. Zaman 5 saniyədir. Yer dəyişmənin modulunu tapsaq S bərabərdir kök altda sx kvadratı üstə gələk sy kvadratı bərabərdir kök altda 8'in kvadratı üstə gələk 6'nın kvadratı. 100, 100'dən 10 çıxdı. V bərabərdir S bölək T 10 bölək 5 bərabərdir 2. Yəni cavab 2'dir. Və dəyərli şagirdlər 2 metr bölək saniyə. Buradan nə etmək olar? Tək-tək Vx-i və Sx-i tapa bilərdik. Eləcə V-ni tapa bilərdik. Amma hal-hazırda buna ehtiyac görmədim. Keçdik 30-cu suala. Verilmişdir. Müşahidə başlayan andan keçən 5 saniyə müddətinə cisim necə hərəkət edir? 5 saniyə müddətinə baxaq. Deməli, törəmə alaq. V bərabərdir x-in törəməsi. 20'nin törəməsi 0'dır. V bərabərdir 6, T'nin törəməsi 6'dır. Çıxaq T kvadratın törəməsi 2T'dir. Və ilk 5 saniyədə necə hərəkət eləyək? Bayaqdan gördüyümüz kimi 3 saniyədə bunun sürəti 0 olacaq. Yəni buradan 6 çıxaq, 2 vur, T tormoz 0'dır. T tormozu tapaq. 6 bərabərdir 2 vur, T tormoz. T tormoz edəcək 3 saniyə. Bu 3 saniyədən sonra dayanacaq. Ona görə belə bir cədvəl çəksək. Çünki bu ola bilər ki, böyük bir vaxt deyə. Həmən böyük vaxtda artıq biz tək-tək birdən bütün qiymətləri qoymaqda vaxt itirərik. Zamana qiymətlər verək və V-ni tapaq. Zamana 0 desək, bizim sürətimiz 6'dır. Vx-imiz müsbət 6'dır. Zamana 3 deyək də 1-2 deməyək. 0'dır. Artıq biz tormoz müddətini tapmışıq. Zamana 5 desək, sürətin proyeksiyası -4'dür. Bayaq yolu soruşduğundan eyni çıxdı bunun sürəti. Və bizə cavabı necə əsaslandıra bilərik?
İlk 3 saniyədə sürətin müsbət qiymətləri azalıb, sonra mənfi qiymətlər artıb, yəni modul artıbdır. Burada deyə bilərik ki, ilk 3 saniyə bizə 5 saniyəni soruşurdu. İlk 3 saniyədə OX oxu istiqamətində bərabər yavaşlayan 3-5 saniyə, yəni son 2 saniyədə yazaq. Çünki ilk 5 saniyədə deyirdi bizə 5, yəni 5 çıx 2, 3 bərabərdir 2. Son 2 saniyədə, yəni bizə verilən vaxtda son 2 saniyədə OX oxunun əksinə, OX oxunun əksinə bərabər yeyinləşin. Biz nə bildik ki, yavaşlayır, çünki 6-dan 0-a düşdü. Nə bildik, yeyinləşir. 0-dan -4-ə getdi. -4-ün modulu 0-dan böyükdür və sürət mənfidirsə o oxunun əksinədir. Keçdik 31-ə. X üzrə hərəkət edən cismin sürətinin zaman asılıq qrafiki verilmişdir. Cismin hərəkət istiqaməti və təzyiqin proyeksiyası işarəsi necə dəyişmişdir? Deyir, cisim hərəkət istiqamətini və təzyiqin proyeksiyasının işarəsi necə dəyişmişdir? Bilir ki, Vx-in T'dən asılılığı müsbət olanda OX oxu istiqamətində mənfi olanda əksinədir. Ona görə zaman oxunu kəsmələrinə baxırıq. 1-2 dəfə kəsibsə, 2 dəfə istiqamətini dəyişib. Deməli, cavab T2 və T4 anlarında və cəmi 2 dəfə və 2 dəfə istiqamət mətini dəyişib. Amma təcil işarəsi necə dəyişibdir? Aşağı olanda təcil mənfidir, yuxarı olanda müsbətdir, aşağı olanda mənfidir. Yəni 0-T1 aralığında AX böyük 0, T1, T3 aralığında AX böyükdür 0, yox, birinci mənfi idi. 0-T1-də AX kiçikdir 0, aşağı tərəf idi. T1, T3-də yuxarı tərəfdir. AX böyük 0 və T3-dən sonra T3-dən T4-ə və sonra AX yenidən kiçikdir 0 və proyeksiyası və işarəsi neçə dəfə dəyişmişdir? Bir dəfə müsbətdən mənfiyə keçir, mənfidən müsbətə keçir, bir dəfə müsbətdən mənfiyə keçir, 2 dəfə. Hər biri 2 dəfə dəyişmişdir. Həm sürət, həm də təcil. Sürət istiqamətini 2 dəfə dəyişib, təcil isə işarəsini 2 dəfə dəyişib. Və bitdi. Diqqətinizə görə minnətdarım.